8 avqust Washington sammitinin önəmli nəticələrdən biri də ondan ibarət olub ki, Prezident Trump, cənab prezidentlə birgə tədbirdə 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalayıb. Ümumilikdə bunun zamanında qəbul edilməsi ölkəmizə qarşı olan böyük bir hesab edirik ki, ədalətsizlik idi. Bunun o zamanda heç bir hesab edirik ki, əsası yox idi. Ancaq yeni reallıqlar fonunda ümumilikdə bu düzəlişi qüvvədə saxlamağı biz məntiqsiz hesab edirik. Düzdür, onun tam ləğvi ilə bağlı Amerika sistemi kifayət qədər özünə məxsus və mürəkkəb hüquqi sistem üzərində qurulub. Florida ştatından olan konqresmen xanım Anna Paulina tərəfindən bir təşəbbüs irəli sürülüb, qanunvericilik təşəbbüsü. O hal-hazırda indi Konqresdə Beynəlxalq Əlaqələr Komitəsinə təqdim olunub. 907-ci düzəlişin tam xitam verilməsi həm mövcud reallıqların yeni imkanların yaradılması baxımından çox düzgün olardı. Gözləntimiz ondan ibarətdir ki, bu düzəliş tam aradan götürülsün.